Hörmətli cənab başçı, hörmətli tədbir iştirakçıları, 20 yanvar Ümumxalq Hüzn Günü münasibəti ilə keçirilən tədbirimizi açıq elan edirik. Şəhidlərimizin əziz xatirəsinə dua oxumaq üçün söz verilir Seyid Lazım Ağa Ziyarətgahının axundu Yusif Əliyev. Allah Teala ilmi yanbar şəhidlər və bütün şəhidlərə rəhmət eləsin. Allah məğfirin nomin və nominat və müslümat və həmdün vələnbar. İlmi yanbar şəhidlərinin Azərbaycanın ərazi bütövlüyündə, torpaqların işğaldan azadlanması yolunda, suverenlik yolunda, canları qüvvənə bütün şəhidlərin ruhları üçün El-Fatihə. Bismillahirrahmanirrahim. Elhamdülillahi Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal mustakîm. Sıratal lezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah şad olsun. Çıxış üçün söz verilir Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov. Hörmətli Ağdamlılar, sizin hər birinizin bildiyiniz kimi 20-ci yüzillikdə Azərbaycan xalqı öz mücadiləsinə qalxmış. Əsrin əvvəllərində hər birinizin bildiyiniz kimi istər erməni, istər bütün dünya imperialistlərinin Azərbaycanda apardığı siyasətlərə qarşı bütün gücü ilə mücadiləyə qalxmış və birinci bildiyiniz kimi 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin qurulması ilə onların mücadiləsi başa çatmışdır. Sözsüz ki, Azərbaycan Cümhuriyyəti öz siyasətində daim xalqının xeyrinə bütün dünyada mütərəqqi nə varsa onların hər birisini etməyə çalışmışdır. Elə bütün bunlara görə də bütün dünya imperialistləri, erməni faşistləri və eyni zamanda bizim deməli əbədi düşmənizmi olan Rus şovinizmi öz işini görmüş və 23 aydan artıq fəaliyyət göstərən Azərbaycan Cümhuriyyətinin fəaliyyətinə son qaymağa nail olmuşdur. Və bununla da hər birinizin bildiyiniz kimi 70 il müddətində biz
o vaxtki SSR tərkibində yaşamış və Azərbaycan xalqı bütün öz, necə deyim sizə, müstəqilliyi uğrunda daimi 70 ilin içərisində də daimi mübarizə aparmağa, mübarizə istəyi heç vaxt sönməmişdir. Məhz 1986-cı ildə ilk dəfə olaraq SSR əleyhinə o vaxtki Qazaxıstanda qalxan xalq hərəkatından sonra 1989-cu ildə Gürcüstanda qalxan ikinci xalq hərəkatından sonra 1990-cı ildə hər birinizin bildiyiniz kimi Azərbaycan xalqı da erməni faşistlərinə və onların əsl havadarları olan Rus şovinizminə qarşı öz mübarizəsini deməyə başlamışdır. Və bu vaxtı xüsusən də Qərbi Azərbaycandan Azərbaycanlıların qovulub öz doğma yurtlarından qovulmasına qarşı öz səsini ucaldan Azərbaycan xalqının milli mücadeləsinin qarşısını almaqdan ötəri o vaxtki SSR rəhbərliyi öz ordusunun, yəni SSR tərkibində olduğumuza görə həmin ordu eyni zamanda bizim ordumuz sayılırdı. Öz ordusunu, öz xalqına qarşı yeritmiş və 1990-cı ilin yanvar ayının 19-undan 20-sinə keçən gecə Azərbaycan xalqına qarşı misli görünməmiş bir qırğın törətmişdir. Həmin qırğın nəticəsində 147 nəfər Azərbaycan xalqının qəhrəman oğulları küçələrdə öz milli mücadiləsinə qalxmış insanlar həlak olmuş, 700 nəfərdən artıq insan yaralanmış, 321 nəfərdən artıq insan isə əbədi olaraq əlil olmuşlar. Bütün bunlar hər birinizin bildiyiniz kimi, bütün bunlarla demək olar ki, o vaxtki SSR vaxtında xalqların azadlığına qarşı qalmış mübarizələrdən içərisində ən möhtəşəmi həmin vaxtı hər birinizin bildiyiniz kimi 20 yanvar qırğını zamanı qalxmış mücadilə olmuşdur və bununla da SSR-in məkanının demək olar ki, dünya xalqlarını öz istibdadında saxlayan SSR-nin çökməsi məhz mən deyərdim ki, 1990-cı ildən başlamışdır. Həmin vaxtı Azərbaycan xalqının səsinə səs verməyə demək olar ki, dünya imperialistləri həmin vaxtda heç bir səs verməyə çalışmamışlar. Bugünkü gündə dünyada Amerika Birləşmiş Ştatları kimi özünü sülhün, insanların necə deyim sizə, yaxşı yaşamasının garanti kimi göstərən ölkənin özü belə isə həmin vaxt Azərbaycan xalqının bu mücadeləsini dəstəkləməmişdir. Bütün bunlar bizim hər birimiz üçün aydın olmalıdır və biz hər vaxt bilməliyik ki, biz yalnız və yalnız Azərbaycan xalqının taleyi yalnız öz əlindədir. Məhz həmin vaxtı 1990-cı ildə Ulu Öndər, bugünkü ölkəmizin qəhrəman oğlu İlham Əliyevlə birlikdə o vaxtki SSR nümayəndəliyinə gəlmiş və Azərbaycan xalqına demək olar ki, Azərbaycan xalqının milli mücadeləsinin davam etdiyinin həmin gündən əsasını qoymuşdur. Və bugün də sizin hər birinizin bildiyiniz kimi çox şükürlər olsun ki, bugün Ali Başkomandan öz dəmir yumruğu ətrafında Azərbaycan xalqını birləşdirən Cənab Prezidentimizin ətrafında birləşən bütün Azərbaycan xalqı və bu işdə öz canını fəda vermiş Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canı sağ olsun ki, onlar bu işləri davam edərək məhz 20 yanvar hadisələrindən başlayan milli mücadiləmizə başçılıq etmişlər və bugün də biz bugünkü günlərimizə gəlib çatmışıq. Sizin hər birinizin bildiyiniz kimi bugünkü gündə 20 yanvarda əsası qoyulan bu azadlıq hərəkatı inkişaf etmiş və bugünkü gündə öz torpağı uğrunda 6000-dən artıq şəhid verən Ağdam cəmaatı da bugünkü gündə bu xoşbəxt günlərə qovuşmuşlar. Sizin hər birinizin bildiyiniz kimi burada iştirak edən insanların da iştirakı ilə bugünkü gündə möhtəşəm bir Ağdam qurulur. Dünya imperialistlərinin, erməni faşistlərinin, Rus şovinizminin, necə deyim sizə, arzuları heç vaxt baş tutmadı və bugünkü gündə Azərbaycan xalqı bilirsiniz ki, öz inkişafına nail olmuşdur. Yaşasın Azərbaycan xalqı, yaşasın bütöv Azərbaycan uğrunda öz xalqını
öz demir yumruğu etrafında birleştirip Azerbaycan halkının sesini bütün dünyaya çattıran Ali Başkomandan Cenab Prezident. Sağ ol. İndi isə şəhidlərimizin əziz xatirəsinə gül qoyalım. Girov düşüb şəhid